son dövrdə hər hansı bir şəxsi kolleksiyalar yaxud filmlər Dövlət Film Fonduna təhvil verilirmi? Deməli bir neçə gün bundan əvvəl bizim çox görkəmli animasiya rejissoru olub Ağan Ağa Axundov, onun oğlunla əlaqə qurduq və onun şəxsi arxivini Dövlət Film Fonduna təhvil verdi və hal-hazırda Dövlət Film Fondunda o arxivin sistemləşməsi üzərində iş gedir. Və o arxivi biz qəbul eləyərkən çox maraqlı faktlarla rastlaşdıq, hansı ki, onlar Azərbaycanın animasiya kinosunun tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Təsəvvür eləyin, bu yaxınlarda biz Bakı metropolitenində bir tədbirimiz var idi. Oktay Mirqasımovun Qisas olmadan ölmə filminin orada nümayişini təşkil eləmişdik. Və bir nəfər yaxınlaşdı, dedi ki, mən Bakı metropoliteninin işçisiyəm, mənim babam kinostudiyada işləyib və tez soruşdum kimdir? Dedi Zubutski. Və təbii ki, biz Zubutskinin kim olduğunu bilirdik, amma onun bizdə heç nəyi yox idi. Və oğlu sonradan Zubutskinin demək olar ki, evdə nə arxivi var idi, onları bizə təhvil verdi və o Zubutskinin nəvəsi olduğu üçün babası haqqında da o qədər böyük informasiyaya malik deyil idi. Onun kinematografiyada fəaliyyəti ilə bağlı. Və biz onun çəkdiyi bütün xronikaları ona göstərdik. O vaxtilə xronikada işləyib, çoxlu xronikalar, sənədli filmlər çəkibdi və bizim üçün çox xoş oldu. Çünki Azərbaycan sənədli kinosu istər Sovetlər dönəmində, istər indiki dönəmdə həqiqətən də Azərbaycan üçün çox böyük işlər görübdür.